İşgəncə müasir dünyada yol verilməz sayılan həm hüquqi, həm də etik bir məsələdir. İşgəncənin yol verilməməzliyi xoşbəxtlikdən Azərbaycan qanunlarına da salınıb. Yəni sabahları İlham Əliyev qanunu dəyişib desə ki, işgəncə vermək bizdə qanunudur. Buna heç təəccüb Mikrofon bəy. Çünki Azərbaycanda belə bir ictimai rəy yaratmaq istəyirlər. Müəyyən qədər də bəzi adamlara sıraya biliblər ki, hətta olmalıdır da, polis adam döyə bilər, cinayətkar döyülə bilər və s. Hətta bəziləri belə əsaslandırma eləyir ki, atamız, babamız da bizi döyüb, dövlət də babadır, nə olar ki? Birincisi, kimin atası döyüb, anası döyüb, nə bilim, əmsi döyüb, bu əsas vermir ki, qanunu bir tərəfə qoyub, o ənənələrlə yaşayasan. Keçmişdə çox şeylər ola bilər. Fakt bundan ibarətdir ki, bizim qoşulduğumuz beynəlxalq paktlarda, qanunda işgəncənin yol verilməməzliyini təsbit edib. Yəni, heç bir hal, təkrar edirəm, qanun da belə yazır, heç bir hal insan şərəf və ləyaqətinin alçaldılmasına əsas ola bilməz, işgəncə verilə bilməz. Yəni, ən ağır cinayətkarı gözünüzün önündə canlandırın, ən şərəfsiz, ən ləyaqətsiz, nə bilim də, ağlınıza gələn ən axmaq işləri görmüş, cinayət eləmiş adama da qanun icazə vermir ki, işgəncə verilsin. Bu sizin xoşunuza gəlmir və yaxud da mənim xoşuma gəlmirsə, nə bilim, babalarımızın qaydaları ilə düz gəlmirsə, bunu özümüzdə danışa bilərik. Amma o əsas ola bilməz. Heç bir halda işgəncə verilməsi yaxşı bir hal kimi, nə bilim, müstəsna hal kimi göstərilə bilməz. Amma